Olmaz ki, mənim atam necə yəni məni sevmir. Məsələn, indi sizin pəncərənizdən görünən Məsələn, şey. mənim atam da məni sevirdi, məni çox istəyirdi, qardaşlarımı da, bacılarımı da, hərəsinə individual yanaşırdı. Elə anam da. Elə kolxozda deyildi ki, belə kolxoz kimi, elə şey deyildi. İnsanlar da gəlib ortalıqda demirdi, mən səni sevirəm, onu çəkirdi ayrıca, oğul, sən bunu belə, səni bilsən, mən çox istəyirəm, bu işi beləmək olmaz, belə elə. Mənim atam nəyi bilirdi? Bir dənə səhv iş görəndə nadürüst deyirdi. Nadürüst sözünü də başa düşmürdük biz, uşaqdıq. Nadürüst atam, başqa sözü yox idi, nadürüst. Niyə belədi onu? Yəni dürüst olmayan deməkmiş sən demə. Sonradan keçmişik. Anamın hərfləri tanımadığını mən 5-ci, 6-cı sinifdə bilmişəm. Anam kitab alırdı, danış. Danışdı, qandınsa, hardasa gitmişdi oxu. Şeir olurdu. Bir de görmüşəm 5-ci, 6-cı sinifdə deyirəm, mən o üzə keçmişəm. Bu, hələ bu üzdə baxır kitab. Onu da bilmişəm anam sabahsız.